Elhamdülillahi Rabbil alemin. Elhamdülillahillezî ba'ase fil ummiyyin rasulen minhum. Elhamdülillahillezî arsala rasulehu bil huda ve dinil hak li yuzhirahu ala'd-dini kullihi ve lev kerihel müşrikûn. Amma ba'd. Yaxın vaxtlarda bir qardaş dedi ki, bəzi insanlar namazın tərki ilə bağlı, rəkatın tərki ilə bağlı, 4 imamın mövqeyi ilə bağlı danışaq, məsələlərin hökmü barəsində danışaq. Və yəni bunlar böyük məsələlərdir təbii ki. Danışmaq çətin olan məsələlərdəndir. Lakin Allah Azze və Cəllə vəhyi nazil etmişdir və vəhyi asanlaşdırmışdır. Və biz də dinimiz gəreği olaraq bu şeyin hökmünü, bu şeyin haqqında olan hökmü vəhiy ilə bəyan etməliyik. Çünki dinimiz bunu gərəkdirir. Dinimiz bunu tələb edir. Və biz də burada yəni ümumiyyətlə bəzi insanlar məhz namaz, zəkatla bağlı maraqlanırlar ki, yəni namazın tərki küfürdürsə, küfürdürmü, zəkatın tərki küfürdürmü, orucun tərki küfürdürmü, həccin tərki küfürdürmü və s. Yəni belə xüsusi dəlillər axtarırlar, 4 imam nə deyib və s. Yəni ilk növbədə onu qeyd etməliyik ki, inşallah İslam dinində hökm sahibi Allah Subhanahu və Teala'dır. Hökmləri Allah Azze və Cəllə qoyur. Yəni bununla bağlı çoxsaylı ayətlər vardır. İnil hukmu illə lillah. Hökm ancaq Allaha aiddir. Ayəsi və bu məzmunda olan digər ayətlər inşallah zikr etməyə ehtiyac duymuruq. Məşhur, məruf bilinən ayətlərdir. Göstərir ki, hökm Allah Subhanahu və Teala aiddir. Və Allah Azze və Cəllənin hökmünü də bizə çatdıran Muhammed ibn Abdillah sallallahu aleyhi və səlləm Allahın Rəsuludur. Və Allah Subhanahu və Teala ona vəhy etmişdir. Vəhyi onunla bizə çatdırmışdır. Və bu tərkül məbani deyə adlandırılır bu məsələni. Yəni İslamın üzərində bina olunduğu şeylərin tərki küfür müdür, deyil midir deyə belə adlandırılır məsələni. Ümumiyyətlə bir çox insanlar məsələn şəhadət kəlməsinin nitq olunmasının tərkini küfür sayırlar, ittifaq edirlər bunun üzərində. Deyir ki, bir insan əgər lal deyilsə, danışmaq iqtidarındadırsa, La ilahə illallah Muhammedən Rasulullah şəhadətini dillə deməsə kafirdir. Və yaxud da bir çox sələfilər deyirlər ki, desə mənasını bilməsə, şərtlərini əməl eləməsə, pozan hallardan qorunmasa kafirdir. Bunda ittifaq edirlər. Lakin namaza gəldikdə alimlər ixtilaf ediblər. Cümhura görə kafir olmaz. Abu Hanifə belə dedi. Məlik buradan belə hökm çıxardı. İmam Əhməd 5 görüş nəql olunur. 4-ündə kafir deyil deyir, 1-də kafirdir deyir. Şafii bunu dedi. Zəkatın tərki küfür deyənlər də var. Həcc və s. danışırlar. Yəni bunlar hamısı kəlamdır. Hamısı kəlamdır. Gəlin Rasulullah sallallahu aleyhi və səlləmə soruşaq. بسم الله الرحمن الرحيم. حدثنا مسدد قال حدثنا إسماعيل بن إبراهيم أخبرنا أبو حيان التيمي عن أبي زرعة عن أبي هريرة رضي الله عنه قال كان النبي صلى الله عليه وسلم بارزا يوما للناس فأتاه جبريل فقال ما الإيمان؟ قال الإيمان أن تؤمن بالله وملائكته وكتبه وبلقائه ورسله وتؤمن بالبعث. قال ما الإسلام؟ قال الإسلام أن تعبد الله ولا تشرك به شيئا وتقيم الصلاة وتؤدي الزكاة المفروضة وتصوم رمضان. قال ما الإحسان؟ قال أن تعبد الله كأنك تراه فإن لم تكن تراه فإنه يراك. قال متى الساعة؟ قال ما المسؤول عنها بأعلم من السائل. وسأخبرك عن أشراطها إذا وردت الأمة ربها وإذا تطاول رعاة الإبل البهم في البنيان في 5 لا يعلمهن إلا الله. ثم تلا النبي صلى الله عليه وسلم إن الله عنده علم الساعة الآية ثم أدبر فقال ردوه فلم يروا شيئا فقال هذا جبريل جاء يعلم الناس دينهم. قال أبو عبد الله البخاري جعل ذلك كله من الإيمان. وحدثنا أبو بكر بن أبي شيبة وزهير بن حرب جميعا عن ابن علية قال زهير حدثنا إسماعيل بن إبراهيم عن أبي حيان عن أبي زرعة ابن عمرو ابن جرير
عن أبي هريرة قال كان رسول الله صلى الله عليه وسلم يوما بارزا للناس فأتاه رجل فقال يا رسول الله ما الإيمان؟ قال أن تؤمن بالله وملائكته وكتابه ولقائه ورسله وتؤمن بالبعث الآخر. قال يا رسول الله ما الإسلام؟ قال الإسلام أن تعبد الله ولا تشرك به شيئا وتقيم الصلاة المكتوبة وتؤدي الزكاة المفروضة وتصوم رمضان. قال يا رسول الله ما الإحسان؟ قال أن تعبد الله كأنك تراه فإنك إن لا تراه فإنه يراك. قال يا رسول الله متى الساعة؟ قال ما المسؤول عنها بأعلم من السائل ولكن سأحدثك عن أشراطها. إذا ولدت الأمة ربها فذاك من أشراطها، وإذا كانت العراة الحفاة رؤوس الناس فذاك من أشراطها، وإذا تطاول رعاء البهم في البنيان فذاك من أشراطها، في 5 لا يعلمهن إلا الله. ثم تلا صلى الله عليه وسلم إن الله عنده علم الساعة وينزل الغيث ويعلم ما في الأرحام وما تدري نفس ماذا تكسب غدا وما تدري نفس بأي أرض تموت إن الله عليم خبير. قال ثم أدبر الرجل فقال رسول الله صلى الله عليه وسلم ردوا علي الرجل، فأخذوا ليردوه فلم يروا شيئا. فقال رسول الله صلى الله عليه وسلم هذا جبريل ليعلم الناس دينهم. İlk okuduğum rivayette ki Buxarinin rivayetidir, sahih hadistir. Abu Zur'a deyir ki, Abu Hureyre radiyallahu anh dedi ki, Resulullah sallallahu aleyhi ve sellem bir gün insanların içerisinde oturmuştu. Cibril geldi yanına, dedi ki, iman nedir? Dedi ki, iman Allah'a, meleklerine, kitaplarına, Allah'la görüşmeye, Resullarına ve dirilişe iman etmendir. Dedi, İslam nedir? Dedi ki, İslam Allah'a ibadet edip ona hiçbir şey şərik qoşmaman, namazı qılman, fərz olan zəkatı vermən və Ramazan orucunu tutmandır. Dedi, bəs ihsan nədir? Dedi ki, Allaha onu görürmüş kimi ibadət etməndir. Sən onu görməsən də o səni görür. Dedi ki, saat, yəni qiyamət nə zamandır? Dedi ki, o barədə soruşandan daha artıq bir şey bilmir, lakin onun əlamətləri haqqında sənə xəbər verəcəyəm və əlamətlərini zikr eləyir. Növbəti bir rivayətdə isə eyni məzmunlu hədisdir. Orada da soruşur İslam haqqında. Peyğəmbər aleyhissalatü vesselam buyurur ki, Əl-İslam ən tə'budallah və la tüşrikə bihi şeyə. İslam Allaha ibadət edib ona heç bir şey şərik qoşmaman, fərz olan namazları qılman, fərz olan zəkatı vermən, Ramazan orucunu tutmandır. Və diqqət etsəniz bu iki və digər hədislərdə Rasulullah aleyhissalatü vesselam iman haqqında soruşulanda nə deyir? Deyir ki, imanın 6 əsası dediyimiz 6 və ya bu da 5 şey sayır. Digər rivayətdə 6 şeyin 6'sını da sayır. Bunların 6'sını da 5'ini də sayır və heç bir insan deməyib ki, məsələn, bir insan Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə iman edib, məsələn, axirət gününə iman etməsə, o qardaşdır, müsəlmandır. İxtilaf ediblər alimlər, 4 görüşə ayrılıblar. 3'ü deyib qardaşdır, biri deyib kafirdir və s. Heç kim belə bir söz deyə bilməyib. Yəni, çox maraqlıdır ki, nəyə görə? Çünki orada sırf qəlbin iman etməsinə həsr etdikləri üçün bu imanı deyirlər ki, yəni, etiqad olan məsələdə, etiqadda isə etiqad etməmək küfürdür deyiblər. Murciə məzhəblərinin, Cəhmiyyə məzhəbinin gərəyi olaraq bunu deyiblər. Eyni ilə də həmin Rasul aleyhissalatü vesselam və həmin sual verən şəxs eyni sual verir və deyir ki, məl İslam, İslam nədir? Yəni, sual verən soruşur ki, İslam nədir? İslam. Və Resulullah sallallahu aleyhi ve sellem cavabında aləmə Rabbinin vəhyi ilə İslamın nə olduğunu başa salır. Və deyir ki, İslam Allaha ibadət edib ona heç bir şey şərik qoşmaman, fərz olan namazları qılman, fərz olan zəkatı vermən, Ramazan orucunu tutman, digər rivayətdə isə əgər yol tapışansa beyti həcc etməndir. Deməli, Resulullah aleyhissalatü vesselam bunların hamısını İslam etmişdir. Yəni, bir kimsə deyə bilərmi ki, yəni, Allaha ibadət edib ona şərik qoşmasa insan, o ixtilaf edib alimlər 4 görüş ayrılıqdır. Üçünə görə kafirdir, birinə görə müsəlmandır. Heç kim bunu belə bir şey deyə bilməz və demir də. Və hətta kimsə deyərmi ki, şəhadət kəlməsini deməsə və desə anlamasa və s. o qardaşdır, müsəlmandır. Alimlər ixtilaf edib, belə bir şey deyə bilmirlər, demirlər də. Həmçinin də eyni şey namaza da aiddir, eyni şey zəkata da aiddir, oruca da aiddir, həccə də aiddir. Çünki
Resulullah aleyhissalatü vesselam bunların mecmusunu, bunların tamamına el-İslam dedi.